Dostlar, herkese salam. Bu videodan sonra siz elə bir bio yazmağı öğreneceksiniz ki, ondan sonra sizə daima izləyicilər və followerlar gələcək. Benim adım Ülker Əzizovadır. Mən rəqəmsal marketinq və sosial media üzrə mütəxəssisəm və bu videoda qısa zamanda sizə hər zaman izləyici və müştəri gətirən bio qablaşdırılmasını hazırlamaqdan danışacağım. Ona görə də axıra qədər baxın. Əgər siz daimi Instagram istifadəçisinizsə, bilirsiniz ki, bir var ad hissəsi, bir də var aşağıda bio hissəsi. İlk öncə ad hissəsində, əgər siz sıfırdan başlayansınızsa və çox tanınmırsınızsa, orada təkcə adınızı yazmaqla bitməsin. Siz nə etməlisiniz? Siz ora sizə lazım olan açar sözləri əlavə etməlisiniz. Yəni sizin fikrinizcə insanlar axtarış yerinə nə yazsalar sizin çıxmanızı istəyərdiniz. Bunlar bizim açar sözlərimiz sayılır. Əgər siz xarici dil müəllimisinizsə yaza bilərsiniz. Məsələn, ingilis dili, hazırlıq, IELTS və s. Yaxud əgər siz fitness məşqçisinizsə siz yaza bilərsiniz. Fitness, idman, zal, qadınlar üçün məşqçi və s. Tapırsınız ki, sizin üçün uyğun olan açar sözlər hansıdır. Bu belə. İndi isə gəlin keçək bionun öz hissəsinə. İdealda bizim bio qablaşdırılmamız, yəni bio hissəmiz 3 sətirdən ibarət olmalıdır. Bu sətirlərə biz nə yazaq ki, insanlar bunu oxuyan kimi bizi izləmək istəsin. Təbii ki, biz onların diqqətini cəlb etməliyik. Bunu biz çox asan bir strukturla edəcəyik. Gəlin o struktura baxaq. Birinci sırada sizin potensial izləyicinizin ağrısını necə həll elədiyinizi göstərməlisiniz. Məsələn, əgər siz karyera mütəxəssisinizsə, necə uzun aylar əziyyət çəkmədən ilk işə başlayasın. Məsələn, belə bir cümlə yazmalıyıq. Yaxud əgər siz sosial media ekspertisinizsə, yaxud bloqinq üzrə mütəxəssisinizsə, necə blogdan ilk qazancınıza çıxasınız. Yaxud necə tez bir zamanda əziyyət çəkmədən ingilis dilini öyrənəsiniz. Necə bir aya istədiyiniz bədənə nail olasınız əgər fitness treynersinizsə. Burada götürürsünüz öz müştərinizin ağrı nöqtəsini, narahatlıq nöqtəsini və onun həllini verirsiniz. İkinci sırada sizin ekspertliyinizin təsdiqi gəlməlidir. Bu nə deməkdir? Əgər siz müəllimsinizsə öz tələbə sayınızı yaza bilərsiniz, amma təbii ki də uğurlu olan tələbə sayı. Məsələn, ingilis dili müəllimisiniz və sizin keçən il 10 tələbəniz xaricə qəbul olunubdur. Bunu qeyd edə bilərsiniz. Yaxud əgər belə bir sizin nəticəniz yoxdursa, öz kvalifikasiyanız haqqında yaza bilərsiniz. Məsələn, 5 illik xarici təcrübə bu kimi, yaxud oxuduğunuz universitet prestijli bir universitetsə onu qeyd edə bilərsiniz. Və son olaraq 3-cü sırada isə siz çağırış etməlisiniz. Bu ola bilər, əgər siz pulsuz bir fayl hazırlamısınızsa, onu əldə etmək, məsələn, pulsuz falan fayl üçün falan linkə gedin, yaxud falan highlights'a gedin. Bu ola bilər, əgər hal-hazırda açıq dərsləriniz varsa, yəni qeydiyyat açıqdırsa, onun linkini qoyursunuz və qoyursunuz ki, məsələn, ilk pulsuz dərs üçün falan yerdən qeydiyyatdan keçin və s. Mütləq şəkildə bir çağırış olmalıdır ki, insan oxuyandan sonra hansısa bir hərəkət etmək istəsin. Və bu qədər sadə sizin biyonuz hazırdır və bir-iki nümunə də göstərmək istəyirəm. Buralara harasa qoyaram ki, siz onu yaxşıca oxuyub baxa biləsiniz və özünüzə tətbiq edə biləsiniz. Əgər hər şey sizə aydındırsa, öz biyonuzu şərh hissənizdə yaza bilərsiniz və mən əgər hansısa bir dəyişiklik lazımdırsa, hansısa bir düzəliş lazımdırsa, mən onu sizə şərhlər üzərindən edəcəm. Hər kəsə çox sağ olun. Əgər bu videonu bəyəndinizsə, like qoyun və bu mövzular sizə maraqlıdırsa, səhifəmə abunə olmağı unutmayın. Hər kəsi öpürəm. Gəlin görüşlərə dək. Sağ olun.